Pasientlərimiz ən çox verilən suallardan biri Civis preparatların fərqləri, yaş məhdudiyyəti, hansı yaşa olunur? Bunların fərqləri haqqında deyə bilərsin, Gülxan? Deyə bilərəm. Baxım orada nə var? 4 növ. Deməli, Civis sarı 7 verib, 7 nöqtədir. 7 nöqtəyə tətbiq olunur, lifting verir, nəmləndirir, qidalandırır. Dolğu deyil, tərkibində dolğusu yoxdur, üzü həcmləndirmir. Çox sevilir. Mövsüm məhdudiyyəti heç bir preparatda yoxdur. Yaş məhdudiyyəti də yoxdur. Məsləhət görürəm, 25+, yəni vura bilək. Sonra orada var Platinum, ən çox sevilən innovativ stimulatordur. Kollageni çoxdur. Ən çox sevilən somon balığının DNA-sı var tərkibində. Orada da yaş məhdudiyyəti yoxdur. Ən çox kimin üzündə deməli yaşlılıq hiss olunursa o preparat seçilir. Sonra gəlir orada Hal-hazırda pasientimizə etdiyimiz. Hal-hazırda bəli, pasientimə elə bunu edirəm. Pasient mənə şikayət elədi ki, dərisində ləkələri var, günə çıxan kimi dərisi ləkələnir, qızarır. Bu preparatın tərkibində kəhraba turşusu var, çox sevilir, səpkilərə qarşıdır, ləkələrə qarşıdır, nəmləndirir, qidalandırır. Bu individualdır, konsultasiya zamanı pasientin üzünə uyğun seçilir. Bəli, individualdır, hər pasientə uyğun. Məsələn, mən pasientlə canlı konsultasiya eləyəndən sonra qərar verirəm ki, hansı preparatı etsəm, pasient daha gözəl nəticə ala bilər. Sonuncu preparat deyəsən orada Civisin həm kollageni var, bu da kollagendir. Çox gözəl dərindən nəmlənmə verir. Kollageni sevənlər üçündür. Orada belə deyim də, yaşlı dərilərə daha çox tətbiq edirəm onu. Bir də Civisin gözaltı biosu var, onu da çox sevirəm. Gözaltına kim ki sevmir dolğunu, botoksu, həmən pasientlərə məsləhət görürəm. Xırda mimik qırışları açır, gözaltının qaralığını açır və gözaltına korrektor çox qəşəng oturur. Yay aylarında isə daha çox lazım olur.